Eyni zamanda biraz bundan önce vurğuladım qiraətçi Masa bəyi İslam bəy hansı masa ətrafında əyləşibsə buyursun və İslam bəylə yanaşı Rəşad Qaraxanoğlu hansı masa ətrafındadırsa mən rica edirəm. Rəşad Qaraxanoğlu da buyursun. Mikail müəllim, çox sağ olun. Təşəkkür edirəm. Böyük ustad demişdi ki, sözündə su kimi lətafəti var, hər sözü az demək daha xoş olur. Az demək lazımdır, amma bir qədər məntiqə uyğun olsun, deyəcəyin söz də məclisə uyğun olsun. Aşıq Rıza, mən səni çox istəyirəm. Sən mənim dəyərli dostumsan, qardaşımsan. Neçə illərdir ki, məclislərdə biz görüşürük. Həm söhbət oluruq. İnşallah Allah ömür versin. Mənə elə gəlir ki, ömrümüzün yetkin çağıdır. Mən 60'ı keçmişəm. İllər keçəcək. Aşıq Rıza Şamaxlı 50 ildən sonra soraqma-soraq axtarılacaq. Ona görə ki, sən sənətlə bərabər yaxşı xasiyyətin də var. Bunu Allah sənin əlindən almasın. Mən böyük sənətkarlarımızın birindən soruşdum ki, Şirvan şikəstəsini kim yaxşı oxuyub? Rasim Ələsgərov dedi ki, Aşıq Məmməd Ağa yaxşı oxuyub onu. Əvəzxandan soruşdum ki, Əvəzxan, Şirvan şikəstəsini kim yaxşı oxuyub? Dedi, ustadım Şakir. Alim Qasımovdan soruşdum ki, usta, Şirvan şikəstəsini kim yaxşı oxuyub? Dedi, Aşıq bəylər. Mən elə gəlir ki, bu üç böyük sənətkar üçü də yaxşı oxuyub. O məqamda Allah canların sağ eləsin. Usta da Aşıq Ağamurad da buradadır, gözəl oxuyub. Usta, siz də gözəl oxumusunuz. Bax, o mənada ki, mən həmişə biraz həssasam belə məqamlara ki, kim yaxşı oxuyur? Sənin avazın, dəsti xəttin, sənin istedadın və Allah Teala sənə bir istedad da verib, gözəl xasiyyət verib. Bunu Allah sənin əlindən almasın. 50 ilin 7 başa mübarəkdir Aşıq Rıza. Fikir verməsən bu yaşa, yaş yüyrəkdir Aşıq Rıza. 50 ilin 7 başa mübarəkdir Aşıq Rıza. Ürəkdə arzu kam olsun, yaşamağa ilham olsun, əsas canın sağ olsun. Bu gərəkdir Aşıq Rıza. 50 ilin 7 başa mübarəkdir Aşıq Rıza. Balaların göz önündə, səcdə qılır öz önündə, söz deməmək söz önündə, bu hörmətdir Aşıq Rıza. 50 ilin 7 başa mübarəkdir Aşıq Rıza. Sərvər, söz yaz, coşaq yenə, sözə nəğmə qoşaq yenə, yüzündə yığışaq yenə. Bu niyyətdir Aşıq Rıza. 50 ilin 7 başa mübarəkdir Aşıq Rıza. Alqışlayaq ustadı. Var ol deyirəm sənə. Aşıq, sən təbrik edirəm. Allah sənə ömür versin. Qoy deyim deməsəm ürəyim partlayar. Aşıq Rıza bir həftə bundan qabaq mənə zəng vurmuşdu. Telefonun götürə bilmədim. Sonra da zəng vurdum, zanit oldu. Sonra eşitdim ki, özünə yubilə eləyir. Bildim ki, otun çağırır məni. Sən qardaşımızsan, Allah sən var eləsin. Çox mübarəkdir.
Könlüm o gülün vəssinə nə üçün çata bilməyiz? Hicranın əlindən gecə gündüz yata bilməyiz. Sevdayı məhəbbətdəki məşhur cihanım, məşhur cihanayım, çox sadədir ki, bu könlüm evim heç xata bilmilməz. Aydın, 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 aman ey. Nadan ne bilir aşk-ı Məhəbbət ne demektir? Nadan ne bilir aşk-ı Məhəbbət ne demektir? Heç vaxt kömür tüllarına gövher sata bilmez. İnsandan əcabətlə onun əsli gərəkdir. İnsandan əcabətlə onun əsli gərəkdir. Ayran nə qədər qalsa da qaymaq tuta bilməz. Hər kəsdən uzaqlaşmaq olan nanəcim olsa, hər kəsdən uzaqlaşmaq olan nanəcim olsa, övlad ola fərsiz onu insan ata bilməz. Daim anadan gəlmə şirin olmalıdır dil. Gəl olsa acı heç kim ona qəm qata bilməz. Bakir, elə bir gül yarat xalq səni sevsin. Ay Aşıq Rza, xalq sevsə sənətkarı, ona dağlata bilməz. Ay aman, aman aydan. Teşekkürler. Ağzınıza Var kurban. olun.